Rusiyalı məşhur iş adamı Roman Abramoviç Türkiyənin Galatasaray klubunun səhmlərinin nəzarət paketini almağı planlaşdırır. Oxu Az xəbər verir ki, bu barədə Türkiyənin Sözcü qəzeti məlumat yayıb. Nəşrin yaydığı məlumata görə Rusiyalı milyarder İstanbulda malikanə alıb və Türkiyəyə köçməyə hazırlaşır. Mövcud qanunvericiliyə əsasən açıq səhmdar cəmiyyət olan Galatasaray özəl şirkət tərəfindən deyil, klubun fondu tərəfindən idarə olunur. Buna görə də klubun sahiblik modeli korporativ səhmlərə deyil, üzvlük əsasında qurulur. Yəni, klubun fondu qərar vermədiyi təqdirdə Galatasarayın aktivləri fərdi şəxslərə və ya xarici investorlara satıla bilməz. Maliyyə iştirakını əldə etmək üçün Abramoviç çox güman ki, birbaşa kapital investisiyalarındansa sponsorluq, infrastruktur tərəfdaşlıqları və ya klubun kommersiya törəmələrinin iştirak etdiyi birgə müəssisələr kimi dolayı əməkdaşlıq formalarına müraciət etməli olacaq. Yada salaq ki, Abramoviç 2003-cü ildə İngiltərənin məşhur Chelsea klubunun səhmlərinə sahib olmuşdu. Rusiyalı sahibkar 2022-ci ilin martında Ukrayna hadisələri ilə əlaqədar Böyük Britaniyanın sanksiyalar siyahısına düşüb və bundan sonra onun İngiltərədəki aktivləri dondurulub. 2022-ci ilin mayında İngiltərə Premyer Liqasının idarə heyəti Chelsea-nin iş adamı Todd Boehly'nin konsorsiumuna satılmasını təsdiqləyib.